Təxminən 16-17 il bundan əvvəl mən Azərbaycan Dövlət Televiziyasında dublaj redaksiyasında işləyəndə bizim səs rejissorumuz, rəhmətlik, Allah ona rəhmət eləsin, Arif müəllim Kərbaladan təzə gəlmişdi, mənə bir üzüyü bağışladı. Mən üzüyü barmağıma taxarkən maraqlandım ki, bunun üstünə yazılıb. Dedi, İmam Hüseynin adı yazılıb. Və mən İmam Hüseynin tarixi ilə, həyatı ilə maraqlamaya başladım. Əlbəttə bilirdim, uşaqlıqdan da hamımız eşitmişik, Məhərrəmlik, Aşura barədə eşitmişik və İmam Hüseynin Kərbəla ətrafında qətlə yetirilməsi, bu barədə çox eşitmişik. Və mən maraqlanmağa başladım ki, Həzrət Əlinin və Fatimə-i Zəhranın ikinci övladı, Məhəmməd Peyğəmbərin nəvəsi, Həsənin qardaşı necə olub qətlə yetirilir? Kimlər onu qətlə yetiriblər? Nə üstündə? Və onun əzmkarlığına, onun şücaətinə, ölüm qarşısında haqqı, ədaləti üstün tutmasını, necə əzmkarlıqla ölümə getməsinə, yəni o mübarizliyə mən heyran oldum. Və ona görə də illər, nə qədər, neçə illər keçsə də bu şücaət, bu əzmkarlıq, bu mübarizlik unudulmur və onun yolunu Azərbaycan xalqının övladları davam elətdirir. Bugün də İmam Hüseynin adı yad edilir, ürəklərdə yaşayır. Əsrlər boyu bizim sənətkarlarımız, şairlərimiz, yazıçılarımız İmam Hüseynin şücaətindən, qəhrəmanlığından bəhrələniblər, əsərlərində onu tərənnüm edirlər. Abbasqulu xan Bakıxanov Riyazül-Quds əsərini ona həsr edir. Məhəmməd Füzuli o qədər İmam Hüseyni sevirdi, o qədər onu vəsf edirdi ki, öləndə də İmam Hüseynin ayaqları altında, onun qəbri ayaqları altında dəfn olunur. Yəni o bunu istəyib ki, bunu eləyiblər. İmam Hüseyn, yenə deyirəm, qəhrəmanlıq, şücaət, doğru yol, doğru əqidə rəmzidir və bugünkü gənclərimizə parlaq nümunədir. Parlaq, ən parlaq örnəkdir və onun haqqında dəfələrlə sənədli bədii filmlər çəkilib. Ən yaxşı filmlər mən hesab edirəm ki, Ölüm Karvanı, İran kinematografçılarının çəkdiyi Ölüm Karvanı və Muxtarnamə serialıdır. Ölüm Karvanı bədii filmdir. Amma bir Suriya rejissoru Əl-Haqqinin çəkdiyi Muaviyə, Həsən və Hüseyn filmi çox böyük tənqidə səbəb oldu, çox böyük hay-küy doğurdu, mənfi mənada. Çünki orada ilk dəfə idi ki, imamların, iki imamın üzü açıq göstərilmiş və buna görə də Qahirə Universitetinin Ali Ruhani İdarəsi bu filmi qadağan etdi, onu haram hesab elədi, haqlı olaraq. İmam Hüseynin adı əbədidir. İmam Hüseyn haqqında çox hədislər var. Mənim ən çox sevdiyim hədis odur ki, bir dəfə Məhəmməd Peyğəmbər namaz qılarkən onun sevimli nəvələri Həsən və Hüseyn qırmızı köynəkdə xalçanın üstünə getərkən büdrəyiblər, ayaqları büdrəyərkən. Peyğəmbər namazını kəsib, məcbur olub, gəlir o büdrəyən uşaqları qucağına götürüb, onların boyunlarından öpür və deyir ki, bunlar cənnətin ən gözəl, ən raihəli gülləridir. Onlar cənnətin reyhanlarıdır və o İmam Hüseyni o qədər sevib ki, deyib ki, mən İmam Hüseyni o qədər sevirəm ki, o Allahın ən sevimli bəndəsidir və onu sevənlər Allahı sevərlər.